Bugün çox aktual bir mövzuya toxunacağıq. Avtobus zolaqlarında hansı hallarda hərəkət və bu hərəkətin yol polisinin işarəsi ilə baş verməsi necə mümkün ola bilər və yaxud da harda başlayıb, harda bitirmək lazımdır. Çünki son dövrlər bizə çoxsaylı şikayətlər, müraciətlər daxil olur ki, yol polisi işarə verdi, mən avtobus zolağına girdim, sonra mənə cərimə yazıldı. Və yaxud da əks istiqamətə çıxdım, polisin işarəsi ilə, qırmızı işıqdan keçdim, cərimə gəldi və s. Birincisi, söhbət həmin nöqtədən gedirsə, siz müraciət edə bilərsiniz, o müraciətə baxılır və həqiqətən də yol polisinin göstərişi ilə siz qayda pozmusunuzsa, deyək ki, avtobus zolağına daxil olmusunuz və yaxud da qırmızı işıqdan keçmisiniz, yol ayrıcını keçmisiniz və yaxud da belə deyək də, əks istiqamətdə hərəkət etmisiniz. Bu halların hər birində müraciətə baxılır. Amma problem bugün avtobus zolağı ilə bağlıdır. Digərlərini də ona uyğunlaşdırıb izahını verəcəm. Nizamlayıcı qismində orada xidmət aparan yol polisi əməkdaşının verdiyi göstəriş yol hərəkəti haqqında qanunun tələblərinə nəzər salsaq, yol nişanının və yaxud da nişanlanma xəttinin tələbi ilə eynidir. Yəni, bu sizi növbəti yol ayrıcına qədər müşayiət edir. Növbəti yol ayrıcına qədər. Əgər növbəti yol ayrıcında başqa bir inspektor eyni göstərişi təkrarlamırsa, deməli, siz o yol ayrıcından sonra əvvəlki qaydada hərəkəti davam etdirməlisiniz. Yəni, deyək ki, Azneft meydanından danışırıq, tez-tez orada yəqin görürsünüz, yol polisi işarə verir, avtobus zolağına daxil olursunuz. Və Kukla teatrına çatanda artıq zolağı tərk etmək lazımdır. İndi bizim görüntülərimizi də izləyirsiniz, təqdim edəcəm, bizim YouTube-da yüklənəcək o videoda. Baxacaqsınız, şəxsən mən onu necə həyata keçirmişəm. Yol polisi orada işarə verir, avtobus zolağına daxil oluram və Kukla teatrının qarşısında artıq zolağı tərk edirəm. Amma bəzi sürücülər indi bizə də müraciət edirlər ki, bəs polis işarə verdi, mən də getdim zolaqda mənə cərimə gəldi. Harada cərimə gəldi? Təxminən Muzey Mərkəz, Sahil metrosu tərəfdə, Park Bulvara çata-çatda. Yəni, adam elə bilir ki, bu küçənin axırına qədər o zolaqda hərəkət edə bilər. Yəni, gəlin bu qaydaları bilək. Düzdür, bəlkə də qanunda bunun izahı biraz qəliz dildə verilib, insanlar bunu tam anlamırlar. Yəni, bəzi insanlar anlamırlar təbii ki. Ancaq biz bunu sadə şəkildə izah edirik. Mən düşünürəm ki, Dövlət Yol Polisi də bunu açıqlamalı idi vaxtında. Hansı ki, biz bu məsələ ilə bağlı bir neçə dəfə müzakirə aparmışıq ki, bu açıqlama mütləq sürücülərə verilməlidir. Amma indi qismət bu günə imiş, mən bunu istəyirdim vətəndaşların diqqətinə çatdırım. Deyək ki, Bakıxanov küçəsində yol polisi dayanır Səməd Vurğun Bakıxanov küçəsinin kəsişməsində, Türkiyə səfirliyinin yanında və işarə verir ki, əks istiqamətə çıxın. Mən sizə inandırım ki, bəzi sürücülər Rusiya səfirliyinin qarşısında hətta o işarəni görsə, inanın ki, oradan əks istiqamətə çıxa bilərlər. Yəni, çıxmaq həvəsində olan insanlar var. Amma bu düzgün deyil. Polis harada dayanıb işarə verirsə, siz oradan sonraki mərhələdə artıq əks istiqamətə çıxa bilərsiniz. Amma polisi, məsəl üçün, görürlər o kəsişmə nöqtəsində, Rusiya səfirliyinin o binası ki, harada bitir, həmin küçə, oradan başlayırlar əks istiqamətdə getməyə. İndi hərəkətin axınlığını, rəvanlığını təmin etmək üçün polis bunu tənzimləyir ki, Bakıxanov küçəsi boşalsın, cərimələmirlər. Amma da bu qədər də sui-istifadə olmaz. İndi avtobus zolağı ilə bağlı da, bax, dedim, əgər 8 noyabr prospektində, Neftçilər prospektində, digər yerlərdə sizə işarə verilirsə, avtobus zolağına daxil olun, daxil olursunuz, növbəti yol ayrıcında başqa bir yol patrul xidməti əməkdaşı sizə eyni işarəni vermirsə, deməli, oradan o tərəfə zolaqda olmalı deyilsiniz. Yəni, zolağı tərk etməlisiniz. Bunu bilmək lazımdır. Deyək ki, Babək prospektində yol polisi bir svetoforun yanında sizə işarə verir ki, qırmızı işıqdan keçin. Bu o demək deyil ki, siz Babək prospektində bütün svetoforlardan keçməlisiniz. Ona görə bəzi sürücülər sui-istifadə kimi yanaşır buna, amma bu belə olmalı deyil. Həm də ki, qanunun tələbi, eyni zamanda bəlkə də bilməməzlikdən də bu irəli gəlir. Ancaq mən düşünürəm ki, bəli, vaxtında təbliğat aparılsaydı, bəlkə də vəziyyət bu həddə gəlib çatmaz. İndi nə qədər sürücü 100 manat 2 bal cərimə
ödəyəsi oldu. Hansı ki, onlar elə bilir ki, polis işarə veribsə, küçənin axırına qədər bu hərəkəti davam etdirmək olar. Bu olmaz, qanunvericinin tələbidir və bunu bilməyiniz və əməl etməyiniz sizin üçün faydalı ola bilər. Yəni, bir daha qeyd edirəm, nizamlayıcı yol polisi əməkdaşının sizə işarəsi verilirsə ki, avtobus zolağına daxil olun, bu növbəti yol ayrıcına qədər qüvvədədir. Yəni, misal olaraq deyirəm, Azneft dairəsində yol patrul xidmət əməkdaşı işarə verirsə, avtobus zolağına daxil olun. Kukla teatrın yanında, yəni Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsində başqa bir inspektor sizə eyni işarəni vermirsə, deməli orada artıq zolaqdan çıxmalısınız. Jetur, gələcəyə toxunmağı sevənlər üçün.